statements for the media by the president of Azerbaijan. Azərbaycan prezidenti və Birləşmiş Ştatların vitse-prezidentinin mətbuat üçün bəyanatları. Hörmətli cənab vitse-prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, bugün biz böyük şərəf hissi ilə vitse-prezidenti Azərbaycanda salamlayırıq. Bizim çox yaxşı bugün söhbətimiz oldu. Söhbətimiz iki tərəfli gündəliyimizə dair bir çox məsələlərə əhatə etdir. Biz Trump-Vance administrasiyasına, Azərbaycana çox müsbət münasibətə görə çox minnətdarıq. Bugün strateji tərəfdaşlığı haqqında xartiyanın imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir və bu 6 ay ərzində getmişdir. 6 ay əvvəl Prezident Trumpla Washingtonda tarixi görüş və həmin bu xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması iki tərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu bizim üçün bugün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti Amerika Birləşmiş Ştatları ilə qururuq. Biz həmçinin Prezident Trumpa, Vitse-Prezident Vance'ə və onların heyətinə təşəkkür edirik ki, onlar Qafqazda sülhə töhfə vermişdilər. Ötən ilin avqustunda Ermənistan və Azərbaycan Prezident Trump'ın iştirakı ilə Ağ Evdə sazişi paraflamışlar. Biz həmçinin birgə bəyanata imza attıq və o bəyanatı həmçinin Prezident Trump şahid kimi imzaladı və növbəti 6 ay ərzində biz artıq sülh şəraitində yaşayırıq, biz buna öyrənirik və biz ABŞ-ın hökumətinə təşəkkür edirik ki, belə bir böyük bir töhfə vermişdir. Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq. O cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da əslində ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. Və ən vacib nəticələrdən biri və Trump-Vance administrasiyasının bizim regiondakı göstərdiyi səylərdən biri bu məhz TRIP layihəsidir. Trump marşrutu layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. Asiyanı Avropa ilə Azərbaycan ərazisi vasitəsilə Ermənistan vasitəsilə birləşdirəcək və digər qonşular da bunda iştirak edəcəkdir. Bu da ümumiyyətlə regionda sülhü gücləndirəcək. Bugün ABŞ ilə Azərbaycan arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Xartiyada imzaladığımız, hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz həmçinin enerji təhlükəsizliklə bağlı məsələlərdə işbirliyi quracağıq. Hal-hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsini töhfə verir. Onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir. Bağlantılar artıq qeyd etdiyim kimi TRIP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti bir töhfə verəcəyik. Biz eyni zamanda əməkdaşlığın həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq və həmçinin süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə bu bugün bizim iki tərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq ilkin nəticələrimiz Amerikanın aparıcı şirkətləri ilə var. Digər sözlə, vitse-prezident Vance'in ölkəmizə səfəri tarixi hesab edilə bilər və o bizim dostumuz və qonağımızdır və danışıqların mahiyyəti baxımından və strateji xartiya baxımından onun səfəri vacibdir. Bir daha cənab vitse-prezident Azərbaycana xoş gəlmişsiniz. Təşəkkür edirəm cənab prezident Əliyev. Mən ABŞ-ın prezidentinin şəxsi salamlarını sizə və Azərbaycan xalqına çatdırıram. Çox uzun bir müddətdir ki, biz çox mühüm ABŞ-la strateji əməkdaşlığı dəyərləndirmişik və bilirik ki, bəlkə də bir çoxları bunu bilmir, lakin Əfqanistandan
çıxan ən sonuncu ölkələrdən biri Azərbaycandır və əlbəttə ki, o vaxt biz əməliyyatları biz elə bir şəkildə apardıq ki və çox çətin bir şəraitdə həmin nüfuzu qoruyub saxlaya bildik və bugün biz bu dostluğun təşəkkür etmək üçün buradayıq. Bu bunun təzahürüdür və yeni bir səhifələr açılır və düşünürük ki, bizim məhz Prezident Trump'ın rəhbərliyi ilə və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla münasibətlərimiz çox inkişaf edəcək ki, burada bəyan edəcəyimiz məsələlər çoxdur və bugün biz bir çox məsələlər haqqında danışdıq. Biz həmçinin Azərbaycana bəzi məsələlərdə, o cümlədən su təchizatı baxımından imkanlar yaradacaq və həmçinin məhz Trump'ın məhz sülh və əmin-amanlıq yolu layihəsi də artıq həyata keçirilir. Bu da Azərbaycana imkan yaradacaqdır, iqtisadi imkanlar açacaqdır ki, bu gün təbii ehtiyatlar daha yaxşı şəkildə aşına biləcəkdir ki, bu onu göstərir ki, ən vacib olur ki, Ermənistanla Azərbaycan arasında istərdik ki, sülh sazişi dayanıqlı olsun. Çünki biz bilirik ki, bu olduqca vacibdir ki, hər hansı bir toqquşma yenidən başlamasın və bu da əslində xalqlar arasında digər bir təmaslar qurulsun, mədəni sahədə təmaslar qurulsun. Biz istəyirik ki, biz birgə işləyərək bu yolla gedək. Təbii ki, sülh sazişə gəldikdə hesab edirəm ki, Prezident Əliyevə çox böyük təşəkkür düşür. Çünki məhz Ermənistanda mən səfər etdim və Ermənistanın baş naziri və Azərbaycanın prezidenti ilə biz əlbəttə ki, bu sülh sazişini reallaşdıra bildik ki, və burada 3 şəxs var idi ki, bunu reallığa çevrildi ki, bu Azərbaycanın prezidenti, Ermənistanın baş naziri və ABŞ-ın prezidenti bunu yarada bildi ki, hesab edirəm ki, bu gələcəkdə əmin-amanlıq yaradacaqdır ki, və bu hər hansı bir münaqişənin qarşısını alacaqdır ki, bu əslində prezidentin rəhbərlik keyfiyyətlərinin və prezident Əliyevin rəhbərliyinin bir təzahürüdür. Düşünürük ki, bu məsələlərdən irəli gələrək ABŞ prezidenti də bunu ABŞ-ın xarici siyasətində əks etdirir ki, biz istərdik ki, biz bir-birimizə daha sıx olaq, tərəfdaşlığımızı daha da gücləndirək. Əslində bu tərəfdaşlıq Azərbaycanla ABŞ arasındakı tərəfdaşlıq regionda sülh, əmin-amanlıq yaradacaqdır, daha çox bazarlara çıxış təmin ediləcəkdir ki, ABŞ məhsulları üçün imkanlar yaradacaqdır ki, və bu da dünyanın bu hissəsində elə bir şəraitlər yaradacaq ki, xalqlar bir-biri ilə toqquşmasın, bəs əməkdaşlıq etsin. Bu əslində ABŞ prezidentinin bizim üzərimizə qoyduğu bir məramdır. Biz bunu icra edirik və biz çalışırıq ki, bu tədbirləri keçirməklə bir-birimizə yardımcı olaq. Biz burada strateji tərəfdaşlıqla bağlı xartiyaya imza atdıq. Bu da bizim tərəfdaşlığımızı açıq şəkildə göstərir və aydın şəkildə göstərir ki, ABŞ ilə Azərbaycan arasındakı olan münasibətlər bundan sonra da davam edəcəkdir ki, və xalqlarımızın rifahı üçün yeni məhsullar gətirəcəkdir ki, və yekun olaraq qeyd etmək istəyirəm ki, mən burada olmaqdan çox məmnunam. Elə endikdə mən qeyd etdim ki, Prezident Trump dünyada yeganə liderdir ki, həm Türklərlə, həm İsraillərlə yaxşı münasibətləri var. Mən bunu söylədim Prezident Əliyevə. Bu sözün əsl mənasında çox yaxşı bir nəticədir. Əslində, o özü də çox cazibəli bir insandır və əlbəttə ki, mən əminəm ki, bundan sonra da bizim ziyafətimiz də olacaqdır ki, və bir daha mən sizinlə bundan sonra da bu axşam ziyafətdə olacağım və qeyd etmək istəyirəm ki, Azərbaycanın birinci vitse-prezidenti cənab prezidentin həyat yoldaşıdır və onu da xüsusilə qeyd etmək istəyirəm ki, şəxsən biz çox məmnunuq ki, və bizim məhz həyat yoldaşlarım arasındadır ki, bu münasibətlər davam edir və çox şadam bu müzakirəyə görə, minnətdaram.